Qaradağ rayon İcra Hakimiyyəti nümayəndəsi və qonaqların iştirak etdiyi açılış mərasimində baş direktor Ceyhun Məmmədov şirkətin yeni yanacaq doldurma məntəqəsinin açılışının Azpetrolun yaranmasının 20 illik yubileyinə təsadüf etdiyi üçün daha əlamətdar olduğunu söylədi. 1997-ci il iyulun 15-də paytaxtın Tbilisi prospektində özünün ilk yanacaq doldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayan Azpetrol həm beynəlxalq standartlara cavab verən müasir iş yerlərinin yaradılması, həm də mütərəqqi texnologiyalara əsaslanan operativ idarə etmə sisteminin qurulması baxımından ölkə iqtisadiyyatına, xüsusilə də onun özəl sektoruna yeni nəfəs gətirən ilk şirkətlərdəndir deyən Ceyhun Məmmədov, Azpetrolun yaranması, inkişafı və uğurla fəaliyyət göstərməsini Ulu Öndər Heydər Əliyevin ölkə sahibkarlığının inkişafı və iqtisadiyyatın tərəqqisi üçün gördüyü işlərin sayəsində mümkün olduğunu bildirdi. Şirkətin baş direktoru yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədi ilə 1999-cu ildə müasir standartlara cavab verən, Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlar, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmiş, neft bazası və yanacağın məntəqələrə fasiləsiz və vaxtında çatdırılması məqsədi ilə yanacaq daşıyan maşınların avtoparkının istismara verildiğini bildirdi. Beynəlxalq standartlara uyğun təşkil olunan həmin avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır deyən Ceyhun Məmmədov, Azpetrolun ölkənin şəhər və rayonlarında 88 yanacaq və qaz doldurma məntəqəsinin fəaliyyət göstərdiyini və bu məntəqələrdə 3305 nəfərlik yeni iş yerinin yaradıldığını, bugün açılan məntəqədə isə daha 48 nəfərin daimi iş yeri ilə təmin ediləcəyini də vurğuladı. Yeni məntəqənin əlverişli məkanda yerləşməsi şirkətin daimi müştərilərini də məmnun edib. Yolumuzun üstə atıldığına görə çox qəşəngdir. Buranın yanacağını bəyənirik. Həmişə buradan alırıq. Yolda qalmaq narahatçılığı və təhlükəsi indi hər bir sürücü üçün xəyal oldu. Çünki onları düşünən Azpetrol var. Rahat və firavan yolçuluğun yolu isə Azpetroldan keçir.